A ədədinin kəsr hissəsini tapın. A ədədi 3 üstəgəlsin 2 kök altında 2 və bir də kök altdadır. Biz bu kök altdakı ifadəni tam kvadrata ayırmaq üsulundan istifadə edərək kvadrata 2 ədədin kvadratı şəklində göstərək. Belə ki 2 vurulsun kök altında 2-nin əvəzinə 2 vurulsun 1 vurulsun kök altında 2 şəklində yaza bilərik. Və a kvadrat üstəgəlsin b kvadrat üstəgəl 2ab bərabərdir a üstəgəl b-nin mötərizə kvadratı. Yəni iki ədədinin tam kvadratı şəklində ayırsaq alınacaq 1 üstəgəlinsin. Yəni 1-in kvadratı üstəgəl kök altında 2-nin kvadratı üstəgəlinsin 2 vur 1 vur kök altında 2. 1-in kvadratı 1 kök altında 2-nin kvadratı 2'dir. Toplam 3 verir. Yəni biz bunu 1 üstəgəl kök altında 2-nin mötərizə kvadratı şəklində yaza bilərik. Və ya kök altında 2'nin üstəgəlsin 1'in mötərizə kvadratı şəklində. Və beləliklə kök altında deməli a bərabərdir alaraq kök altında 2 üstəgəl 1'in mötərizə kvadratı. Bu da bərabərdir kök altında 2 üstəgəl 1. Bu ədədin tam hissəsi 1 burada var. Kök altında 2 özü də yerləşir 1 ilə 2 arasında. Yəni ədədin tam hissəsi 2'dir. Ədədin özündən tam hissəsini çıxdıqda biz kəsr hissəni alırıq. Deməli kök altında 2 üstəgəl 1 çıxılsın 2 bərabərdir kök altında 2 çıx 1.